Ya Allah. Hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin, əziz dostlar. Biləcəri qəsəbəsində çox gözəl bir yerdə, Biləcərinin gözəl infrastrukturu əla bir yerdə olan torpaq sahəsində əslində bunu inşallah sizə təqdim edəcəyik, əziz dostlar. Deməli, bəri başdan deyim, torpağımızın kupçası var. Üstündə bir tikili var, tikilinin də kupçası var. Ümumən torpağımız 8 sotdur. 8 sotdur. Deməli 26 metr enidir, 31 metrdə uzunluğu. Burada bir neçə dənə lap evlə tikmək olar. Tam şəxsi mülkiyyətdir əziz dostlar. Tam şəxsi mülkiyyət, qiymətdə əla. Bugünkü gün üçün 202 və 92 nömrəli marşrut 40-50 metr məsafədən keçir. Bütün iaşə obyektlər hamısı bura. O üçün bura ümumiyyətlə üzr istəyirəm. Ümumiyyətlə bura mərkəz verir sizə əziz dostlar. Çox gözəl bir ərazidir, havalı bir ərazidir. Qardaşımdan zəhmət olmasa. Demək əziz dostlar, evimizin üzr istəyirəm, torpağımızın şəxsi mülkiyyətdir. Çıxarışı var, 8 sotdur, 26 enidir, 31 metrdə dərinliyidir əziz dostlar. Dərinlik burada yəni 4 dənə evdə tikmək olar. Əmlakçılar da alıb burada pul qazana bilərlər. Mərkəzi kanalizasiya xətti. 3 dənə sayğac nağd yerindədir. Mərkəzi kanalizasiya hər şey əla, super. Yəni çox danışmayın. Gəl Tural, gəl bura. Buraları görsət Tural. Bir dənə yaxşı gir oradan fırdan sonra keçək qabaq tərəfi görsədək. Əziz dostlar, gördüyünüz kimi. Düppədüz relyef olan bir yerdir yəni. Yəni heç bir pəncərədə həyətə baxmır, qonşunun pəncərəsi. Burada soyuq düzə saxlamaq üçün yer düzəldiblər. Bu da evin arxa tərəfidir. Əzilə bax, Tural. Orada da var. Birdən halallığın alarıq da. Bəh. Buradan da Tural, siz zəhmət olmasa bir dənə içəri keçərsiniz bir görsən bir də. Siz içəri keçin, kameraya düşməyin. Və əziz dostlar, yenə də qeyd edeyim, baxın burada tikili var, köhnə tikilidir. Deməli bu tikilinin də çıxarışı var. Torpağın da ayrıca çıxarışı var, yəni də qeyd edeyim. Baxın bura giriş hissədir. Tural, o tərəfdən bu tərəfdən çöl hissəni görsət, zəhmət olmasa. Divardan tut belə, bax oradan. Bunun bu tərəfində gəl görsət. Göstərmişsən. Əla. Deməli, su, qaz, işıq. Bir evində sayğacları var. Bütün kommunal xəttlər evin qarşısındadır. Qiymət təyin olunub. 330.000 manat. 8 sot. Paket kupça. Torpağın da kupçası var, evində. Ev söküləsidir. İnşallah kim istəsə burada qəşəng ölsün, ev tikər. Möhtəşəm yer, mükəmməl ərazi. 8 sot. 320.000 manat. İnşallah ki, real müştəriyə razılaşma olacaq. Nə qədərini biz bilmirik, deyə bilmərik. Bizən haqqımız satın ol deməyə. Mülk sahibi tərəfindən inşallah razılaşma olacaq. İndi nə qədər düşəcək biz bilmirik. Allah xeyir versin. Alana da, satana da, əziyyət çəkən bizlərə də. Evin içində göstərək. Evin içində ehtiyac yoxdur, yox. Bura əslində torpaq kimi gedir də. Əziz dostlar, hər birinizdən xahiş edirik səhifəmizi bəyənib videolarımızda rəy yazmağı unutmayın. Növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun. Sizin də satışda əmlakınız varsa bizimlə əlaqə saxlayın. Gələk çəkək, paylaşaq və satılmasında köməkli göstərək. Allah evi olmayanlara ev qismət eləsin inşallah.